Bir neçə gündür Bakıda və ətraf ərazilərdə ciddi su problemi yaşanır. Bir çox ərazidə su ya fasilələrlə verilir, ya da ümumiyyətlə verilmir. Buna səbəb Oğuz-Qəbələ-Bakı su kəmərində bir neçə gün əvvəl baş vermiş qəzadır. Yay fəslidir və suyun kəsilməsi vətəndaşlara daha da çətinlik yaradır. Millət vəkili Tahir Rzayev bildirir ki, su kəmərlərinə daimi nəzarət həyata keçirilərsə, bu cür qəzaların baş verməsi minimuma enər. Artıq bir neçə gündür şəhərin müəyyən ərazilərinə su fasilələrlə verilir. Bunun aradan qaldırılması yolları var. İlk növbədə çəkilən boru xəttləri yüksək keyfiyyətdə olmalıdır. Mütəxəssislər də bildirirlər ki, bu boru xəttləri müəyyən nasazlıqlara, müəyyən çətinliklərə dözümlü deyil. Çünki sürüşmə var, müəyyən təbii fəlakətlər var, müəyyən qəzalar var. Mütləq bu boru xəttləri keyfiyyətli olmalıdır, dözümlü olmalıdır. Bu çətinliklər də, problemlər də oradan qaynaqlanır. Digər tərəfdən daimi olaraq şəhərin su ilə təmin olunması üçün mütləq şəhəri ətrafı ərazilərdə böyük su anbarları yaradılmalıdır, quraşdırılmalıdır. Millət vəkili onu da qeyd edir ki, yağış və qar suyunun yığılıb istifadə edilməsi var ki, bu da qəzalar zamanı və ya ondan əvvəl sudan istifadə və su problemindən qorunmaq üçün alternativ yoldur. Borular üzərində, su kəmərləri üzərində nəzarət olmalıdır. Hansı yerdə nasazlıq varsa, əvvəllər o araşdırılmalıdır. Çünki mühüm cihazlar var, bunun ölçmək, müəyyən etmək üçün mütləq daimi nəzarət olmalıdır ki, əgər hansısa bir zonada sürüşmə zonasında ya hansısa bir qəza nəticəsində orada problem yarana biləcəksə, elə bilərəm onu vaxtında qabaqlayıcı tədbirlər görməklə aradan qaldırmaq olar. İri şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, artıq bugün axşamdan etibarən Bakı və ətraf ərazilərdə suyun bərpasına başlanılacaq. Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza hallarının maksimum səviyyədə qarşısını almaq üçün ümumiyyətlə belə bir bizdə cihazlar var. O cihazlar daim kəmərdən axan suyun nəzarətdə saxlayırlar. Bütün təzyiqindən tutmuş, suyun anbarlara gəlib çıxmasına qədər, suyun doldurulmasına qədər, hətta qəza hadisəsi baş verəndə onun təxliyə olunmasına qədər. Bütün bunlar hamısı nəzarətdə saxlanılır. Sadəcə olaraq bir nüans bundan ibarətdir ki, həmin kəmər şüşə lifli kəmər olduğuna görə bu kəmərin xüsusiyyətində çox belə həssaslıq var. Ona görə də o daim belə deyək ki, qorunma altında saxlanılmalıdır. 265 kilometr uzunluğu var. Amma o kəmərdən daha səmərəli istifadə etmək üçün bəzi alternativ kəmərlərin çəkilməsi də düşünülür. Qeyd olunur ki, Ceyranbatan ərazisindən də 10,4 kilometr uzunluğunda su kəməri çəkilir ki, bu da su probleminin həllində mühüm rol oynayacaq. Vurğulamaq yerinə düşər ki, paytaxt Bakı və Abşeron yarımadası su ilə təkcə Oğuz-Qəbələ-Bakı su kəməri vasitəsilə təmin edilmir. Proses Kür-1, Kür-2, Ceyranbatan su anbarı və Şollar su kəməri vasitəsilə də həyata keçirilir. Bu anbarlar digər kəmərlərdə qəza yaxud təmir işləri aparıldığı zaman əhalinin su ilə təmin olunmasına kömək edir.